Növbəti olaraq sual əvəzliklərindən davam edirik. Sual əvəzlikləri hansılardır? Sual əvəzlikləri who, whom, whose, which, what bu əvəzliklərdir. Deməli, sual əvəzlikləri xüsusi sual cümlələrinin əvvəlində işlənir. Gördüyümüz kimi hamısı cümlənin əvvəlindədir. Who is in the kitchen? Which subject do you prefer? Whom are you waiting? Başlayırıq ilk öncə who-dan danışmağa. Who kim deməkdir? Həmişə canlı varlıqlara aid olur. Who mübtədənin sualı olduqda xəbər üçüncü şəxsin təkində olur. Və do, did, does köməkçi feillərindən istifadə olunmur. Nümunəyə baxaq. Who teaches you English? Burada artıq who varsa does-a ehtiyac yoxdur. Lakin xəbər ismi xəbər olarsa, yəni to be feilinin formaları olarsa, bu zaman mübtədə, yəni who kəmiyyətə görə uzlaşmalıdır. Görürük nümunəni. Ülviyə is my group mate. Sual olaraq veririk ki, who is your group mate? Buradakı izə görə artıq biz, yəni burada to be-nin formasıyla ifadə olunub deyə biz burada izi verməliyik. Sonra danışırıq whom-dan. Whom kimə, kimi deməkdir. Bu who əvəzliyinin obyekt formasıdır və tamamlığa sual verir. Söz önləri ilə birləşərək ismin müxtəlif hallarına keçə bilir. Bir qaydaya fikir veririk ki, əgər söz önü cümlənin əvvəlindədirsə, deməli özündən sonra whom verməliyik. Yox, əgər söz önləri cümlənin sonundadırsa, biz ya who, ya what verməliyik. Onların da fərqi necə olur? Əgər şəxslə bağlıdırsa, who veririk. Yox, əgər cansızlarla bağlıdırsa, what verməliyik. Nümunədən gördüyümüz kimi görürük ki, for, whom, for söz önüdür, əvvəldə gəlib, özündən sonra whom gəlir. Amma bura baxırıq ki, who cümlənin əvvəlindədir, ortasında hər hansı bir cümlə və sonda söz önü var deyə who işlənib. Sonra baxırıq whose-a. Whose kimin deməkdir? Bu əvəzlik mənsubiyyət bildirir və sahiblik bildirir. Aid olduğu ismin qarşısında durur. Bu vaxt ismin qarşısında heç bir artikel işlənmir. Gördüyümüz kimi whose özündən sonra birbaşa isim gəlir. Sonra danışırıq which-dən. Which hansı deməkdir? Bu əvəzlik seçmə mənasında müəyyən qrup və ya şəxsdən birini ayırd edərkən istifadə edilir. Yadda saxlayırıq ki, which sual əvəzliyi olaraq həm canlılarla, həm cansızlarla işlənir. Gəlin baxaq. Which book do you want to buy? Hansı kitabı almaq istəyirsən? Which girls are students? Hansı qızlar tələbədirlər? Sonra danışırıq ki, which yeganə sual əvəzliyidir ki, özündən sonra of qəbul edir. Yəni testlərdə harda of görsəz, bilin ki, which verəsiniz. Sonra what əvəzliyindən danışırıq. Nə deməkdir? Bu əvəzlik adətən cansız varlıqlar üçün işlədilir. Lakin insanların sənətini, peşəsini, vəzifəsini soruşarkən what əvəzliyi şəxsə də aid olur. Məsələn, gəlin baxaq. What is he dedikdə o nəçidir mənası verir. Yəni qarşılıq olaraq hansı peşənin sahibidirsə onu deyirik. He is a doctor or engineer, teacher. Bu insanın sənətinə görə dəyişir. Deməli, what əvəzliyi cümlədə mübtədə funksiyasında olduqda feil həmişə üçüncü şəxsin təkində olur və do, did, does köməkçi feillərindən istifadə olunmur. Xəbər ismi xəbər olarsa, yəni to be-nin formalarından istifadə olunursa, artıq burada kəmiyyətə görə uzlaşmalıdır. What is your future plan? What are your future plans? İzə görə deməli uzlaşdırırıq. Is təkdirsə, ismimiz təkdir. Yox, əgər are isim xəbər cəmdirsə, bizim ismimiz də cəmdə olmalıdır. What əvəzliyi tamamlıq funksiyasında olduqda özündən sonra köməkçi feil tələb edir. Baxırıq, tamamlıq funksiyasındadırsa, özündən sonra köməkçi feil did qəbul edib. Deməli, what əvəzliyi hansı, necə mənasında təyin etdiyi ismin əlamətini bildirir. What kind of, what sort of sözlərlə ifadə edilə bilər. What language do you know? Sən nə dili bilirsən, nə dili bilirsən mənasında yox, hansı dili bilirsən mənasında işlənir. Sonra biz which-lə what-u müqayisə etməliyik. Əgər seçim şansı sunursa, biz which işlədirik. Yox, əgər
seçim şansı yoxdursa, what işlətməliyik. Məsələn, which color do you like? Gördük, which ilə verib və özündən sonra bizə seçim şansları sunub. Görürük ki, qəhvəyi, yaşıl, mavi. Bu rənglərdən birini seçməyimizi istəyir. Bizə şans verib ki, hansını istərsənsə onu seç. Amma vote-da ümumi mənada ifadə olur ki, sən hansı rəngi xoşlayırsan mənası kimi işlənir. Sonra danışırıq nisbə vəziflərdən, relative pronouns. Nisbə vəziflər hansılardır? Who, whom, whose, which, that. Deməli, who kim ki, whom kimə ki, whose kimin ki, nisbə əvəzliyi şəxs bildirən isimlərdən, yəni canlı isimlərdən sonra gəlir. Yəni who, whom, whose ancaq işlənir canlılarla, şəxs bildirənlərlə işlənir. Deməli, who əvəzliyindən sonra feil, whomdan sonra əvəzlik, whosedan sonra isim gəlir. Bunları yadda saxlayın. Which əvəzliyi əşya və heyvan adı bildirən sözlərdən sonra işlənir. Cansız isimlərdən sonra sağ tərəfə baxmaya ehtiyac yoxdur. Deməli, which nə oldu? Əşya və heyvan adı bildirən sözlərlə, cansız isimlərlə işlənir. Demişdik ki, sual əvəzliyi olaraq which həm canlı, həm cansızlarla, amma nisbi əvəzliyi olaraq yalnız cansızlarla işlənir. Deməli, which və what əvəzliklərini qarışdırmaq olmaz. Which özündən əvvəl cansız isim, cansız ismi əvəz edici hər hansı bir əvəzlik tələb edir. Something, everything ola bilər. Lakin what əvəzliyindən əvvəl xəbər gəlməlidir. Yəni isim plus what olmaz. What-dan əvvəl mütləq buradakı ismin yerinə xəbər olmalıdır. Gəlin baxaq. I can't hear the words which you are telling. Yəni biz burada what verə bilmərik, çünki özündən əvvəl xəbər gəlməli idi. İkinci nümunəyə baxırıq. I can't hear. What-u görürük, özündən əvvəl xəbər var, deməli biz burada bunu işlədə bilərik. Whose əvəzliyi bəzən cansız isimlərdən sonra da işlənə bilir. Məsələn, baxaq. I have found the book whose pages were torn. Yəni görürük, whose özündən sonra isim gəlir. Demişdik ki, whosedan sonra isim gəlməlidir. Deməli, sonra whom-la işlənən cümlələr var ki, onların əvəzinə who, that və ya boşluq şəklində də işlətmək olur. Amma buradakı qeydə fikir verək. Əgər boşluqdan sonra bizə nə gəlməlidir? Mütləq mübtədə işlənməlidir. Nümunələrdən də baxsaq görürük ki, the children whom we saw in the park are my students. Burada görürük whom-un yerinə hansı əvəzliklər işlənə bilər. Gördük, whom-un yerinə who-nu da qoya bilirik, that-i də qoya bilirik və ya boşluq da ola bilir. That. That-dan danışarkən qeyd edək ki, that nisbə əvəzliyi who, whom, which əvəzliklərini əvəz edərək həm canlı, həm cansızlarla işlənə bilir. Amma bir hal var ki, orada işlənə bilmir. Əgər isimdən sonra söz önü gələrsə, that əvəzliyi who, whom, which əvəzliklərini əvəz edə bilməz. Gəlin nümunəyə baxaq. Do you remember the town through which we drove last night? Buradakı through-ya görə biz burada which-in əvəzliyi olaraq that-i verə bilmərik. Yəni, söz önü varsa that işlədə bilmirik. Qısa olaraq belə yadda saxlayın. Deməli, söz önlərindən sonra yalnız which və whom işlənir. Sonra nisbə əvəzliklər və sual əvəzliklərinin fərqi nədir? Hər ikisi əvəzliklərinə görə oxşar olsa da fərqləri var. Deməli, fərqlər nədir? Sual əvəzlikləri cümlənin əvvəlində işlənir, amma nisbə əvəzliklər isə cümlənin ortasında işlənir. Gəlin nümunəyə baxaq. Burada görürük, whose picture is this? Görürük, cümlənin əvvəlində işlənibsə, deməli, sual əvəzliyidir. Yox, əgər buradakı kimi cümlənin ortasında işlənibsə, deməli, nisbə əvəzlik kimi istifadə olunub. Which sual əvəzliyi kimi həm canlı, həm cansızlarla istifadə olunur. Amma nisbə əvəzlik olaraq yalnız cansız isimlərlə istifadə olunur. Növbəti danışırıq bağlayıcı əvəzliklərdən, conjunctive pronouns. Deməli, bunlar hansılardır? Who, whom, whose, which və what. Bunlar mübtədə, tamamlıq və ya xəbər budaq cümlələrini baş cümləyə bağlayır. Gördüyümüz kimi, I know who it was. Mən bilirəm o kim idi. Baş cümlə ilə budaq cümləni bir-birinə bağlayır.
Sonra danışırıq inkar əvəzliklərindən, negative pronouns. İnkar əvəzlikləri hansılardır? No, none, neither, no one, nobody, nothing. Bir sadə cümlədə iki inkar olmadığı üçün bu əvəzliklər həmişə təsdiq cümlədə işlənir. Yəni, bir dənə burada bizim inkarımız varsa, ikinci bir inkara cümlədə yer yoxdur, işlədə bilmərik. Danışaq inkar əvəzliklərindən. Birinci başlayırıq no-dan. No, heç bir deməkdir. Bu əvəzlikdən sonra heç vaxt artikel işlənmir. Özündən sonra mütləq isim gəlməlidir. İsim istənilən tip isim ola bilər, yəni sayıla da bilər, sayılmaya da bilər, tək ola bilər, cəm də ola bilər. Bunun bir fərqi yoxdur. Nümunəyə baxaq. I have no time. Görürük ki, isim gəlib özündən sonra və artikelsiz gəlib. Yenə baxırıq, yenə də no, özündən sonra isim gəlib, təkdə, cəmdə sayıla bilən, sayıla bilməyən olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, artikelin işlənməsin. Yəni, no-dan sonra nə işlətmək olmaz? Baxaq. An, they, another, the other, any, some, of. Bu kimi sözlər işlədə bilmərik. Sonra danışırıq nədən? Not-dan danışaq. Not əslində no-nun törəməsi kimi istifadə olunur. Necə? Not istənilən tip isimlə işlənə bilir. Amma no-dan fərqli olaraq not özündən sonra birbaşa isim ala bilmir. Araya ya an ya da ki any girməlidir. Bu zaman not isim ala bilir. Gəlin nümunələrə baxaq. There is not a plate on the table. Gördük. Not dedik ki isimlə işlənmir. Amma araya artikeli girib deyə isimlə işlənə bilir. Deməli, qısa olaraq deyək, necə olur? No işlənir artikelsiz və isimlə. Not normalda isim qəbul etmir, amma araya artikel girirsə qəbul edə bilir. Danışırıq növbəti non. Heç kim, heç nə deməkdir. Bu əvəzlik no əvəzliyinin isimsiz işlənən formasıdır. Yəni, nondan sonra biz heç vaxt isim işlədə bilmərik. Deməli, əgər non özündən sonra of şəkilçisi qəbul edərsə, bu zaman isim işlənə bilər. Bu istisnadır. Necə olur? Non, of plus cəm isim plus tək feil olmalıdır. İsim cəmdə olsa da xəbər təkdə olmalıdır. Baxaq. None of the girls, baxmayaraq ki, girls cəmdədir, biz xəbəri yenə də təkdə verməliyik. Danışırıq nobody, no one, nothing törəmələrdən. Deməli, bunlardan sonra həmişə xəbər təkdə olur. Yəni, törəmələr həmişə xəbəri təkdə olur. Bu törəmələrdən sonra heç vaxt isim və of işlənmir. Yadda saxlayın. Görürük, nobody'dən sonra xəbər təkdə olmalıdır. Cəmdə ola bilməz. Neither ikisindən heç biri deməkdir. Özündən sonra sayıla bilən tək isim tələb edir. Cəm isimlərlə, sayıla bilməyən isimlərlə işlənmir. Neither özündən sonra of sözünü qəbul edərsə, yenə də cəm isim qəbul edə bilir. Nümunəyə baxırıq. Neither of the students. Deməli, of qəbul etdi deyə özündən sonra cəm isim gəlir. Amma buna baxmayaraq xəbər yenə də təkdə olur. Diqqət etməli olduğumuz məqamlardan birinə baxaq. Neither of iki şəxs və əşyadan heç birinin olmadığını, none of isə ikidən daha artıq şəxs və əşyanın heç birinin olmadığını bildirir. Yəni, belə deyim ki, neither iki şəxs və əşya arasında, none isə ümumilik bildirir, topluluq bildirir. Sonra danışırıq qeyri-müəyyən əvəzliklərdən indefinite pronouns. Bunlar hansılardır? Some və any. Deməli, some və onun törəmələri, something, somebody, someone. Any və onun törəmələri. Anything, anybody, anyone. Deməli, some və anydən hər ikisindən sonra həm sayıla bilən cəm isim, həm sayıla bilməyən tək isim gələ bilər. Deməli, baxırıq fərqlərə. Some bir neçə bir qədər bəzi deməkdir. Some həm sayıla bilən, həm sayıla bilməyən isimlərlə işlənir dedik. Some bir neçə bir qədər mənalarında yalnız təsdiq cümlədə işlənir. Yadda saxlayın. Bir neçə və bir qədər mənalarında yalnız təsdiq cümlədə işlənir. Görürük, I bought some books. Mən bir neçə kitab aldım. Sonra some təklif və xahiş bildirəndə sual cümlələrində işlənə bilir. Bu zaman iki tipdə ola bilir. Ya cümlə would you like ilə başlamalıdır, ya da can I have cümləsi ilə, sözlə başlamalıdır.
Baxırıq burada necə olur? Would you like some tea? Would you like ilə başlayırsa deməli təklif bildirir. Biraz çay istərdiniz. Can I have some tea please? Burada xahiş bildirir. Yəni çay ala bilərəmmi mənası verir. Dedik ki, bu tip cümlələr would you like də can I have ilə başlamalıdır. Sonra danışırıq nədən? Some. Some bəzi mənasında həm inkar cümlədə həm də inkar cümlədə işlənə bilir. Bu zaman some mütləq inkardan əvvəl gəlməlidir. Baxırıq, some students don't like reading much. Bəzi tələbələr çox oxumağı xoşlamır. Some vəziyindən sonra and, D artiklı işlənə bilmir. Lakin of sözünü qəbul edərsə, D artiklı işlənir. Məsələn, some of the friends kimi işlənə bilir. Any ilə some'ın işlənməsi demək olar ki, eynidir. Danışırıq eynidən. Eynidən sonra sayıla bilən cəm, sayılmayan tək isim gələ bilər. Any books, any coffee. Any, heç bir mənasında yalnız sual və inkar cümlələrdə işlənir. I didn't buy any books, heç mənası verir. Do you have any question? Heç sualınız varmı mənasında işlənir. Any, hər hansı bir istənilən mənasında təsdiq cümlələrdə işlədilə bilər. Cümləyə baxırıq. You may come at any time you want. İstənilən vaxtda gələ bilərsiniz. Deməli, any hər hansı bir istənilən mənası verdikdə təsdiq cümlədə işlənə bilər. Baxırıq, n əvəzliyindən sonra yenə də artikel işlənmir, samda olduğu kimi. Lakin yenə of sözünü qəbul edirsə, D artiklından işlənir. Any of the friends. Samda necədirsə, eynidə də eynidir. Samla eynin işlənmə qaydası demək olar ki, hamısında eynidir. Sonra qeydə baxaq. Sam və n əvəzliklərindən sonra mütləq isim ya da ismin əvəzinə onların törəmələri gəlməlidir. Something, anything, anyone, someone və s. bu tip. Əgər ismin adı əvvəlcədən çəkilibsə, some və any tək, yəni isimsiz işlənə bilər. Nümunədə görürük ki, I like milk, mən südü xoşlayıram. Give me some, mənə biraz ver. 2-yə baxırıq, qeyd 2-yə. Törəmələrdən sonra heç vaxt isim və of sözünü işlədilmir. Lakin else işlənə bilər. Yadda saxlayın, törəmələrdən sonra else işlənə bilər. Deməli, else ilə bağlı 3 qaydaya baxaq. Else-dən sonra heç vaxt isim gəlmir. Törəmələrdən sonra else işlənir. Sual əvəzliklərindən sonra else işlənir. Sonra n və onun törəmələri. İnkar cümlədə mübtədə funksiyasında işlənə bilməz. Buna diqqət edin. Sonra qeyd 4-ə baxaq. Hardly, if, without. Bu 3 sözü harda görsəz, bilin ki, mütləq n və onun törəməsini işlədəsiniz. Hardly, if, without. Harda görsəz, n və onun törəmələri. 5-ci qeydə baxaq. Sual cümlələrində some və n necə fərqləndirmək olar? Gəlin baxaq. Təsəvvür edin ki, bir də marketə getmişik. Satıcının portağal satdığını görürük. Onda soruşuruq ki, can I have some of these orange? Portağaldan biraz ala bilərəmmi? Yox, əgər satıcının portağal satdığını görmürüksə, soruşuruq ki, yəni varmı mənasında soruşuruq. Have you got any orange? Sizdə portağal varmı? Kimi sual veririk. Sonra danışırıq təyin əvəzliklərdən. Təyin əvəzliklər hansılardır? All, each, every, either, both, either, and either. Deməli, birinci danışırıq all-dan. All, hamı, hər şey, bütün deməkdir. Cümlədə 2 funksiyada işlənir. Mübtəda və ya təyin kimi. All, mübtəda olduqda canlı varlıqları bildirdikdə feil, deməli, feil cəmdə cansız varlıqları bildirdikdə isə təkdə olur. Deməli, nə oldu? All canlı varlıqları bildirirsə cəmdə işlənir, cansızları bildirirsə təkdə işlənir. Sonra baxırıq B-yə. All təyin olduqda özündən sonra həm sayıla bilən, həm sayıla bilməyən isim gəlir. Lakin all-dan sonra gələn sayılan isim mütləq cəmlənməlidir. Yəni all book olmaz, all books olmalıdır. Yəni sayıla bilirsə mütləq cəmlənməlidir. Sonra bütün mənasında all əvəzliyinin yerinə bəzən the whole-la işlənə bilir. The whole əvəzliyindən sonra heç vaxt cəmdə olan və sayılmayan isim işlədilmir. Yəni əgər isim
Necə oldu? Hə, deməli, həm cəmdə olan, həm də sayılmayan isim işlədilə bilməz. Sonra baxırıq nəyə? Each, every, other. Deməli, each hər biri, every hər biri, other ya bu, ya da o ikisindən biri kimi tərcümə olunur. Deməli, baxırıq bunların oxşar cəhətlərinə. Deməli, each, every və other. Deməli, bunlarda həmişə özlərindən sonra sayıla bilən tək isim gəlməlidir. Cəm isim işlədə bilmərik. Sonra, each-dən sonra article olmaz. Every-dən sonra article olmaz. Other-dən sonra yenə də article olmaz. Hər üçü özündən sonra tək xəbər qəbul edir, cəm xəbər heç vaxt işlənmir. Bəs yaxşı, bunların fərqli cəhətləri nədir? Baxaq fərqli cəhətlərinə. Each, other isimsiz işlənə bildiyi halda every əvəzindən sonra mütləq isim gəlməlidir. Deməli, nə oldu? Each ilə other isimsiz, every isimlə işlənir. Baxaq, necə işlənə bilər. Məsələn, every book is interesting. Onlar kitabların hər biri maraqlı idi. Amma each-dən sonra görürük ki, birbaşa nə gəlib? Xəbər gəlib. Every-dən sonra isim, each-dən, other-dən sonra isə xəbər gəlir. Yəni, isim gələ bilmir. Sonra, every əvəzliyi of sözünü qəbul edə bilmir. Bir halda qəbul edə bilər ki, özündən sonra one sözü gəlsin. Bu zaman of sözünü qəbul edə bilər. Bunu yadda saxlayın. Every əvəzliyi, deməli, özündən sonra one, body, sin sözləri birləşərək törəmə yarada bildiyi halda each və other-ın törəməsi yoxdur. Deməli, other əvəzliyi or ilə birləşərək either or ya da bağlayıcısı əmələ gətirir. Bu bağlayıcıdan sonra xəbər kəmiyyətcə or bağlayıcısından sonraki isimlə uzlaşır. Gəlin baxaq. Necə olur? Either or görürük. Özündən sonra gələn isim cəmdirsə, xəbər də cəmdə olur. İkincidə olduğu kimi, yox əgər özündən sonra gələn isim təkdirsə, xəbər də məcbur təkdə olmalıdır. Deməli, törəmələrlə bağlı yenə bir qaydanı yadda salaq ki, deməli, həmişə bunlardan sonra gələn xəbər təkdə olmalıdır, of-la işlənməz, isimlə işlənməz. Bunları yadda saxlayaq. Sonra danışırıq boss-dan. Deməli, boss özündən sonra həm cəm isim, həm cəm feil tələb edir. Mübtəda olduqda feil cəmdə olur. I have two brothers, boss, yəni onların hər ikisi kimi tərcümə olunur. Bir də biz boss-u heç vaxt inkar cümlələrdə işlədə bilmərik, ancaq təsdiqdə işlənir. Deməli, boss təyin etdiyi ismin qarşısında təyin də ola bilir. Sonra boss of-dan sonra cəm isim, cəm xəbər gəlməli dediyimiz kimi. Boss həm də bağlayıcı tərkibində sonra xəbər həmişə cəmdə olmalıdır. Görürük ki, boss, boys, onların hər ikisi gördüyü özündən sonra gələn isim cəmdir, girls cəmdir, xəbərimiz yenə də cəmdir. Deməli, burada boss-la each, every, other-ın fərqini göstərir ki, each, every, other deməli həmişə tək isimlə, amma boss cəm isimlə işlənir. Mübtəda feil təkdə olur, amma boss da cəmdə olur. Deməli, ismin qarşısında heç bir təyin işlədilməz, amma boss ismin qarşısında təyin edici ola bilir. Each-dən sonra, each of-dan, other of-dan sonra cəm isim tək feil gəlməlidir, amma boss-dan sonra cəm isim, cəm feil gəlməlidir. Sonra baxırıq nəyə? Burada təkrar olaraq verilir. Qeyri-müəyyən təyin əvəzliklərdə cədvələ baxırıq. Deməli, təklərlə işlənənlər, tək isimlərlə işlənənlər hansılardır? Each, every, other, another. Cəmlərlə işlənənlər boss. Sayılan cəm, sayılmayan təklə işlənənlər some, any, all, other. Baxırıq another-yə. Deməli, another başqa biri, daha biri əlavə deməkdir. Bundan sonra sayıla bilən tək isim gəlməlidir. Və xəbər yəni təkdə olmalıdır. Deməli, another-dan sonra sayıla bilən tək isim və tək xəbər gəlməlidir. Others başqaları, digərləri, o biriləri deməkdir. Others-dən sonra heç vaxt isim gəlmir və xəbər cəmdə olur.
Sonra azadan sonra bu da yenə başqa, digəri ayrı deməkdir. Artıq bu naməlum sayda başqaları mənasında olduqda işlənir. Azadan sonra sayılan cəm isim gəlməlidir və sayılmayan isim də gələ bilər. Yəni həm sayılan cəm isimdən, həm də sayılmayan isimdən işlənə bilir. Sonra danışırıq D-azədən. D-azə digər o biri, məlum biri, müəyyən saydan sonuncu. Yəni necə olur? Sonuncu olaraq işlədilir və müəyyən say bildirişdə işlədilir. Bura diqqət yetirək. Əgər say varsa, say kontekstdən tapa biliriksə, D-adırı işlədə bilərik. D-adırdan sonra isim gələ də bilər, gəlməyə də bilər. Amma xəbər həmişə təkdə olmalıdır. Buna diqqət yetirin. Gəlin bir dənə nümunəyə baxaq. I have two books. Mənim 2 kitabım var. One of them is French. The other is English. Is orada düşməyib. Yəni var orada. Deməli, biz dedik ki, əgər say varsa, görürük ki, say var, məlum saydadır, ona görə the other işlədə bilərik. Və xəbərimiz də təkdə olmalıdır. Sonra baxırıq the others. The others digərləri, məlum biriləri müəyyən saydan sonuncu olaraq işlədilir. Bu da yenə the other-la the others-ın işlənmə qaydası eynidir. Əgər məlum saydısa sonuncu olaraq işlədirlər. Deməli, amma fərq ondadır ki, the others-dan sonra isim gəlmir və xəbər cəmdə olur. Nümunəyə baxaq. I have 3 books. One of them is French. The other are English and German. The others da burada düşmüyor burada. The others are English and German. Deməli, özündən sonra isim gəlmir və xəbər cəmdə olmalıdır. Buradakı qeydə fikir verək. Another sözündən sonra əgər say gəlirsə, isim cəmdə olur. Biz demişdik axı another sayıla bilən tək isimdən işlənir. Amma özündən sonra dediyimiz kimi xəbər özündən sonra say gəlirsə, isim cəmdə ola bilir. Nümunəyə baxaq. I shall stay here another 4 days. Bu 4-a görə biz ismi də cəm deyirik.